Dəniz suyu yoxsa kanalizasiya? Bu üfunət isində yaşamaq mümkün deyil, qeyri-mümkündür. Oradan kanalizasiya suyu tökülür. Üfunət illərdir həll edilməyən problem. Bu bugünkü dünənki məsələ deyil, bu illərin məsələsidir. Söhbət Hövsan qəsəbəsi ərazisindəki çimərlikdən gedir. Ərazidə yaşayan sakinlər iddia edirlər ki, çirkab suları dənizə axıdırlar. Problem odur ki, çirkab sularını təmizləmirlər. Yəni burada iki yerdə kollektor var, turbaları var. O turbalar təmizlənməmiş kanalizasiya suları birbaşa dənizə axıdılır. Yəni onu bir əncam çəkilməlidir buna. Çox güman ki, bu aerostansiyadan gəlir və çox da pis gəlir. Həqiqətən çox pis təsir edir. Və dözülməz qoxular olur. Müəyyən küləkli havalarda vəbşə dəhşətli qoxu, dəhşətli olur. İndi heç nə də, nə bilim, bunun üçün bilmirəm bu nədəndir, necədir, bunun üçün nə tədbir görülə bilər. Ancaq həqiqətən sakinlər üçün böyük bir narazıçılıq var bu qoxu ilə bağlı. Gözlə aydın görmək olur ki, dənizin suyu çirkab rəngindədir. Sahildə üfunətdən də baş çatlayır. Sakinlər bildirirlər ki, bu iy onların səhhətinə mənfi təsir göstərir. Oturmaq olmur evdə, iynəlindən. Səhhətimizə çox təsir eləyir. Ağrılar valla bədənimizdə, zətdə, elə ayağımızda, hər yerdə. Hamısı bu iynə əlaqədardır. Mən şəkər xəstəsiyəm. Mən səhər tezdən məsələn gəlib burada qaçmalıyam ki, təmiz hava alam. Mən gəlib buradan qaçandan sonra mənim halım lap pisləşir. Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Xəzər xəbərə bildirildi ki, primitiv üsulla və qeyri-qanuni çəkilmiş kanalizasiya xətti quşçuluq fermasından ayrılmış xətdir. Təxminən 15 il öncə çəkilən xətt evlərin altından keçir. Bəzi evlər ona qoşulub. Boru ilə axan tullantı suyu açıq kanala tökülür, oradan da dənizə sızır. Həmin kanalizasiya xətti İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansında deyil. Bu kimi hallarla bağlı vətəndaşlara dəfələrlə müraciət olunsa da, təəssüf ki, belə pozuntular hələ də qalmaqdadır. Qeyd olunan ünvanda İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil. Mərkəzləşmiş su şəbəkəsi sistemi mövcud olmayan ərazilərdə Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi ilə təchizat sisteminin qurulması məqsədi ilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası, şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır. Fidan Əsədli, Yusif Kərimli, Davud İbrahimov, Xəzər xəbər.